Vətən müharibəsi şəhidimiz Nur üzlü qardaşxan Elxan oğlu Əhmədli 12 mart 1996-cı ildə Lənkəran rayonunun Osaküçə kəndində anadan olub. İki bacı bir qardaş olmaqla ailə 5 nəfərdən ibarət idi. 6 yaşına kimi Osaküçə kəndində yaşayıb və daha sonra ata-anası ilə birlikdə Bakı şəhərinə köçüblər. Ay, 15 sentyabr 2004-cü ildə Bakı şəhəri Bakıxanov adına 218 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olur və 2013-cü il may ayının 30-da həmin məktəbin 11-ci sinfini başa vurur. Təhsilini bitirdikdən sonra bir müddət satıcı işləməyə başlayır. Atası İlxan kişi Rusiyada olduğundan qardaşxan həm bacılarına, həm də anasına baxırdı. Esselamu aleyküm ya eyyüheşşehid cemiyen ve rahmetullahi ve berekatuhu. Entum lena selefun ve la mutlabel müstakbilin minkum ve müstakbilin. İnna lillahi ve inna ileyhi raciun. Allahümme gfir lil mu'minine vel mu'minat. Qardaşxan Əhmədli 3 yanvar 2015-ci ildə Lənkəran şəhər hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Gəncədə yerləşən en saylı hərbi hissəyə göndərilir. Qısa bir müddət orada xidmət edən qardaşxan daha sonra Goranboy rayonunda yerləşən en saylı hərbi hissəyə xidmətini davam etməyə göndərilir. O 2016-cı ilin aprel döyüşlərinin iştirakçısı olub və sözün əsl mənasında göstərdiyi şücaət və qəhrəmanlıqlarla adını tarixə yazdı. Millət, haqq, ədalət uğrunda canlarından keçdilər. Bildiyiniz kimi, nə qədər texnologiyamız yüksək olsa da, bu texnologiyanı idarə edən strateji əhəmiyyətli varlıq insan amilidir, əskərdir. Bu texnologiyanı hərəkətə gətirən, o torpaqları azad edən bildiyiniz kimi bizim əziz qəhrəman şəhidlərimizdir ki, və onlardan da biri əziz qardaşımız, qəhrəman şəhidimiz qardaşxandır ki, biz artıq onun il dönümünə biz bugün yığışmışıq. Bilirsiniz, artıq onlar bir hədis var, şəhidlər qanları tökülən zaman həmən qanlar yerə dağılmır, insanların qanına hopur və həmən qeyrət hissləri insanlarda yaşayır. Bu günləri baxmayaraq əziz qardaşımızın məzarı və digər şəhidlərin məzarı buradadır. Amma onların, bizim hər birimizin, Azərbaycanın qeyrətli oğulların, qeyrətli xanımlarının qəlbində bir müqəddəs məzar vardır. Biz onları heç vaxt unuda bilmərik. Onların Şuşada və Ağdamda və güllənin altında üzbəüz olaraq, bildiyiniz kimi güllənin üzünə üzbəüz gedərək öz canlarından keçməsi, inanın ki, əvəz olunmaz bir tarixdir. Qəhrəman qardaşxan noyabr ayının 7-sindən 8-nə keçən gecə Xocabənddə yerləşən Nərgiztəpə istiqamətində gedən ağır döyüşlər zamanı itkin düşür. Bir müddət qardaşxandan xəbər çıxmayıb. Nəhayət dekabr ayının 19-da qardaşxanın şəhid olduğu bilinib və nəşi Bakı şəhərinə gətirilib. Səhərsi gün böyük izdihamla Minə qəsəbəsində yerləşən şəhidlər xiyabanında torpağa tapşırılır. Allah şəhidimizə rəhmət eləsin.
vətənimizin qəhrəman oğullarından biri, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş əziz qardaşımız Əhmədli Qardaşxan Elxan oğlunun təbrik edirik. Gələn qonaqların hər birinə təşəkkür edirik. Qazilərimizə, döyüşçülərimizə, igidlərin ruhu Azərbaycan xalqı üçün, bu məmləkət üçün daim duacı olsun. Allah ruhlarını şad eləsin. Azərbaycan Respublikasının dövlət himni ilə tədbirimiz açıq elan olunur. Tədbirimizdə möhtərəm şəhid anaları, şəhid ataları iştirak edir, qazilər iştirak edir, döyüşçülər iştirak edir. Onları salamlayırıq və tədbirdə Azərbaycan Respublikasının hörmətli ziyalıları, ağsaqqalları, ictimai xadimləri iştirak edir. Bakı şəhəri Suraxanlı rayonunun hörmətli icra başçısı Əziz müəllim və idarə müəssisə rəhbərləri və bizim Xəzər rayonu icra başçısı hörmətli Erşən müəllim buradadır. İdarə rəhbərləri ilə hər iki başçısını salamlayırıq. Onlara bu məsuliyyətli işdə uğur arzuluyuruq. Hər zaman şəhid ailələrinin, qazilərin yanında olmaqlarını arzuluyuq. Necə ki, bugünə qədər belə görmüşük. Onların şəhid ailələrinin yanında olmağı mən görmüşəm və bu sayğı ilə onlara təşəkkürümü bildirirəm. Əhmədli Qardaşxan Elxan oğlu 1996-cı ildə mart ayının 12-si Lənkəran rayonunun Osakütə kəndində dünyaya göz açmışdır. Sonradan 2000-ci illərdə Bakı şəhəri Binə qəsəbəsinə ailəsi ilə köçmüşdülər. Bakı şəhəri Binə qəsəbəsi 218 saylı Rəşid Baxışov adına orta məktəbi bitirəndən sonra 2015-ci ildə hərbi xidmətə yollanmışdır. Bizim şəhid qardaşımız idmanın Yunan-Roma güləş növü üzrə məşğul olmuşdur. Rezultatlı bir idmançı kimi dostlarının, qovumlarının, idmançı yoldaşlarının yaddaşında qalıb, dəfələrlə Respublika çempionatında mükafatlar alıb, Bakı şəhər çempionatlarında yer tutub, yəni fərqli bir həyat sürüb. 2015-ci ildə hərbi xidmətə gedəndən sonra bildiyimiz kimi Qanlı Aprel Savaşında iştirakçı olub Qardaşxan və təşəkkürnamə ilə evə dönüb. 2020-ci ilin sentyabrın 27-sində başlayan savaşa 5 gün, 6 gün qalmış. Bilirsiniz ki, hərbi təlimlərə bir həftə qalmış başlandı. Ehtiyatda olan hərbislərin bir çoxu çağırıldı. Qardaşxan sentyabrın 21-i çağırılıb və onun hərbi xidmətdə göstərdiyi şücaətlər göstərib ki, orduya lazımlı bir qəhrəmandır, lazımlı bir əskərdir. Qardaşxan bir çox rayonların azad olunmasına igidlik göstərmişdir. Çox təəssüf hissi ilə bildirək ki, əziz qardaşımız ailənin tək övladı
noyabrın 3-də qəhrəmancasına şəhid olmuşdur. Ondan təxminən bir aya yaxın xəbər çıxmayıb. Nəşi dekabrın 19-da tapılıb. Dekabrın 20-sində Binə Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Allah ruhunu şad eləsin. Mən Qaqaşla bağlı o qədər xoş xatirələrim var, o qədər xatirələrim var ki, danışsam proqram çatmaz. Mən qardaşımla fəxr eləyirəm. Mən qısa deyəcəm, mən qardaşımla fəxr eləyirəm. Nə yaxşı ki, o mənim qardaşımdır. Onun yoldaşı da var. Allah onun yoldaşına da səbir versin. Allah bizə o qədər ömür versin, biz bu körpəmizi boya başa çatdıra bilək. Az müddətdə ailəli qaldıq, amma çox xatirəsi var, çox yaxşı biri idi. Mən fəxr edirəm ki, mənim yoldaşım şəhid oldu vətən uğrunda. Yoldaşımdan mənə tək qalan xatirə qızım oldu. Adını nişanə qoyduq. İnşallah Allah güc verər, onun xatirəsini böyüdərəm. Mən yenə də onu mənə əmanət elədiyi yerdə onun nişanəsini böyüdəcəm. Heç vaxt ümidimi itirmirəm. Yenə də onun yolunu gözləyirəm. Fəxr edirəm ki, mən şəhid yoldaşıyam. Başım uca, onun adını uca tutmağa çalışacağım. Gecə yarı yuxusunda ata deyən körpəsi var. Asta deyin, asta gülün, yavaş çalın siqnalları. Bir atanın, bir ananın bala deyən naləsi var. Mənim oğlumun qəlbində əvvəldən də elə vətənpərvərlik var idi. Oğlum 10 ayda evlənmişdi, təzə ailə qurmuşdu, səfərbərliyi ilə getdi. Sentyabrın 21-i müharibəyə getdi. Dekabrın 20-si oğlumun şəhid olan günü oldu biz üçün. Gün oğlumun mövlüdüdür, il dönümüdür. Mən oğlumla fəxr eləyirəm. Fəxr eləyirəm ki, belə qəhrəman oğul böyütmüşəm. Yəni peşiman məni eləməyib, şükür Allaha. Allah gələn qonaqlara da can sağlıq versin. Allah bütün şəhidləri rəhmət eləsin. Simasi mələk şəhid olub, qurban olsun canim can və gözəl olum. Ay Noruz mübi məsəl olum, oldu səni məndən əcəl olum. Sən haqqın ölməz can fədasısan, bu xalqın dərdinin dəvasısan. Hər yerdə gözüm səni hey axtarır, göz nurum qəlbimin safasısan. Əlhəmdülillah eştirarısan, Mevlamız Hüseynin qonağısan. Cənnətdə qaməti tubanın sınmaz əyilməz bir budağısan. Qeyrətli, izzətli şəhidlərə, qeyrətli millətdən səlam ola. Qeyrətli, izzətli şəhidlərə, qeyrətli millətdən səlam ola. Bir də qeyrətli, izzətli, ay səslər qurban, qeyrətli millətdən ulan, canından, qanından keçənlərə, qeyrətli millətdən, qeyrətli millətdən salam ola. Ey qanından bu xalq uğruna keçən oğlum. Allah bütün şəhidlərin ruhunu şad eləsin. İlk öncə şəhid valideynlərə Allah Taala'da səbr diləyirəm. Mən bugün şəhid Əhmədli qardaşımın atası, bugün oğlumun
bir anım günüdür. Şəhid valideynlərinə səbir diləyirəm, qazilərimizə can sağlığı diləyirəm. Bəli, oğlum qəhrəmandır, mən fəxr edirəm oğlumla. Vətənini, torpağını qoruyub, ölkə başçısının qərarlarını, tapşırığını yerinə yetirib, fəxr edirəm evlərə. Mən bir komandir kimi mən o əskərlərimin qəhrəmanlığından deyə bilərəm. Komandirin qəhrəmanlığını əskər deyə bilər. Qardaşxan Allah rəhmət eləsin. Qardaşxan biz məqsədimiz bir olub. Məqsədimiz vətən müharibəsi olub. Hamımız iştirakçı olmuşuq. Sadəcə hərəmizin bir istiqaməti olub. Qardaşxan hərbi hissəsi, qulluq etdiyi yer tam başqa istiqaməti olub. Amma eyni zamanda, yəni eynidirlər, qəhrəmandırlar. Onlar bizim üçün hamısı qəhrəmandır. Hamısı, yəni məqsədimiz olub ki, işğaldan azad olunsun, millətimiz başı dik gəlsin. O məqsədə də çatmışıq. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, başda qardaşxan olmaqla. Ayxan sağ ol bu dəyərli hədiyyəyə görə. Ana getmə elə dayan burada. Əlimdəki köynək şərəf libasımdır. Bu rəmzi köynəyim mənə kəfəndir. Salam olsun şəhidlərə, salam olsun şəhidlər sərvəri ağam Hüseynə, analarımızın qarşısında baş əyirəm.